Hər vaxtınız xeyir, əziz Burabax kanal izləyiciləri və abunəçiləri. Kim ki kanalıma abunə olmayıb, aşağıdakı abunə düyməsini basıb kanalıma abunə olun və like düyməsini mütləq basın ki, videolarım irəli getsin. Çünki sizin dəstəyiniz mənim üçün önəmlidir. Və zil düyməsini açın ki, yeni videolardan xəbərdar olasınız. Demək, mən indi hal-hazırda şəhərin mərkəzində Fevralar meydanındayım. Dünənləri mən axşam vaxtı çəkmişdim. Deməli, yeni il yarmarkasını, soyuq əllər istəyirik. İndi dedim, günorta gəlim çəkim. İndi siz fərqləndirərsiniz də, axşam gözəldir, yoxsa günorta gözəldir. İndi hava saat, indi hal-hazırda 12:28-dir. Daha tez gəldim ki, adam az olsun, rahat hərəkət edeyim, rahat çəkim. Çünki axşam adam çox olur. İndi girirəm, bir hamısını göstərəcəm. Deməli, burada adam çoxdur, saat hələ 12-dir, artıq bir ayın 29-udur, artıq sayılı günlər qalıb ki, 2026-ya keçid eləyir. Sabahları ayın 30-udur, birisi gün 31-idir. Mən dedim ki, 29-u gəlim ki, adam az olur. Çünki sabah bir də bir gün çox adam olacaq. Ona görə mümkün olmayacaq hərəkət eləmək insan əlindən. Şəhərin mərkəzində deyənəm. Bax, burada da soyuq əllər istəyirəkdir. Qeyd olunur. Bu, hər il təşkil olunur bu yarmarkalar. İldə, ilin sonu da, yəni dekabrda başlayır, yanvar ayına kimi gedir. Yanvarın 5-nə kimi, ya 10-na kimidir. Və belə butikalar düzəldirlər. Butikalar da yemək, içmək, şirniyyat, çay satırlar. Qiymətlər əlbəttə ki, fərqlənir. Burada biraz yüksəkdir. Digər restoranlara, kafelərə nisbətən. Burada pizza var. Salata, kofe, çay, çağırma var. Burada gedirik. Bir misli satırlar burada. Əjdaha nəfəsi. Dünən buranı görsətdim sizə, amma çox adam var idi dünən axşam. İnsanlar işdən çıxır, hamısı axışır şəhərin mərkəzinə, ona görə adam çox olur. Səsim zəif gələ bilər, çünki mahnı yüksəkdir burada, mahnıları yüksək qoyurlar. Deyədim, müəllif hüquqları pozulmasın, yeni bir mahnı yükləyəcəm mən bura ki, onun səsini alsın. Çünki burada xarici mahnıların çoxsu saxlanılır da, yəni monetizasiya. Bu vaxıldır. İndi mən deməli telefonla çəkirəm dostlar. GoPro kamera ilə çəkirəm. Əvvəllər telefonla çəkirdim, indi GoPro ilə. Bu da mahnıdır. Milad bayramı mahnısıdır. Yəni xristianların Milad bayramı var, onların mahnısı gedir. Balıq ekmek var. Dünən adam çox idi burada, həddindən artıq. Yəni günləri indi o qədər adam çox yoxdur. Şabalıq şabalığı da soruşdum dönümlər. 5 manat dedilər mənə. Şabalıq satırlar burada, baxalım görürlər dostlar. Yəni 3-4 dənə qoyur 5 manat. Qiymət görə baxanda yüksəkdir də mən. Bilmirəm nə satırlar. Nədir belə? Dubai şirniyyatlarıdır. Əvvəllər deyim ucuzu idi qiymətlər, indi çox bahadır. İndi ildə ayda bir dəfə deyirsən, oturum da, oturum nəsə alın, içim. Çay alıb içmək olar. Sada simit sarayı olsaydı, simit alma olardı. İndi kim gəldi, qardaş, rahat gəzə bilərsiniz. Yoxsa axşama qalsa, siz rahat gəz, hərəkət edə biləcəksiniz burada. Burada görürsünüz də dostlar, kofilərdir, çaydır, plastik hot-dog 5 manat, bir dənə hot-dog 5 manat. Qarışıq tost var, toy nudus var, kombolar, meyvə şiraları var. Salam qardaş, necəsiz? Burada da şabalıqdır. Şabalıq neçədir qardaş, salam, necəsiz? Nə var, nə yox? Neçədir şabalıq? 9 qram 5 manat. Bu yerlilərə də yoxsa xariciləri də elədir. Gördünüz də özünüz, mən soruşdum qiyməti, ciddi qiyməti. Salam. Necə şabalıqlar neçədir qədər? 130 qramı 5 manat. 5 manat. Nə qədər çıxır təxminən 130 qramda? 14-18. 18 dənə. Ondan aşağı yoxdur da yəni. 5 manat minimumda. Yəni gördüyünüz qiymətlər çox
Çinliler oynuyor burada. Alo. Burada göz oyuncak oyunlar var. Bilmiyorum ne oynadı burada. İnsanlar oynuyor burada çok. Neyse atmak lazım burada. Turistler idi, Çinliler idi deyəsən. Burada da nə satırlar? 2 manata bu rin fıstığı. 2 manat, 2 manat, 2 manat, 250. Bax belə fresh fries var. Dünən bunu oynayırdılar, inanırsınız pul qoyublar. Yəni əvvəllər əşyalar qoyublar, elektrik əşyaları, indi pul qoyublar ki, çətin məsələdir, burada nəsə odasan. Burada bir görsətdim sizə burulaqlardır, burulaqlar satırlar, yəni ad da yazdırmaq olur, qiyməti bildirdi sizə. Mütləq mənim o axşam çəkdiyim videoya da baxın. Təzidəndən bunlar açırlar, axşama kimi gedir bu. Gecə saat 12'ye kimi, bilmirəm dəqiq. Sonradan bağlayırlar. Çünki bayram günləri səhərə kimi işləyir. Metro da səhərə kimi işləyir. Avtobuslarda ayın 31-i. Burada içkidir də, görürsünüz, içki satırlar, çaxırdır. Burada da hədiyyələrdir. Udmaqdır. Orada belə bir yumuru bir şeydir. Atırsan, gelir içinə, yəni o. Ondan sonra hədiyyəni götürüb gedirsən. Hədiyyə deyəndə pul da, başqa bir nə ola bilər ki? Baxın, belə bir şeydir. Amma çətindir onu atmaq içinə. O qədər yüngüldür ki, o gedib girəndə öyle olar. Burada fincanlar dostlar, fincan satırlar. Burada da suvenirlər. Bax, dünənləri dünən axşam daha gözəl görünürdü bu şam ağacı. Yolka demirəm, çünki yolka rus sözüdür, şam ağacı deyil. Görürsünüz, burada Coca-Cola yazılır. Coca-Cola təşkil etdiyi reklamı gedir də, yəni bilirsiniz ki, Coca-Cola həmişə yeni illərdə aktif tüm dünyada fəaliyyət göstərir. Hot şokolad. Ama buradadır. Burada küçük var. Burada da var. Arka tarafta da var. O bir tarafta. Sol. Arkaya görüyorsunuz, orada da var. Giriş çıkış. Labirintdir də, o geçib girən də yoxdur. Atraksiyonlarda olur ən çox bu labirintdə. Buna bax, atdı. Görürsən, bu özü bilir necə atmaq lazımdır. Amma biz bilmirik. Bu peşəkardır. Sən bu işdə peşəkarsan atmaqda. Biz bunu bacarmaraq. Neçədir atmaq? 1 manat. Yerə atacaq burada. Biz atacaq yerə. Çətin məsələ. Super oynayırsan. Resmen bir tane olsa ne diyor var. Haydi gel bir tane. Bir tane olsa ben sen diyor var. Hadi. Tamam ne diyoruz. Əlavə 2 dənə düşərməsə 2 dənə verirəm sizə. Yəni üçüncünü vurmalıydı. Vurmadı. Onu gəl hədiyyə məsələsində biraz vurmadı məsələ. Burada da oyunculardır, oyuncular. Çox hoşuma gəlir bu oyunlar. Həmişə oynamışam. Hava çıxır oradan dışarıdan. Xoxam.
restoranlarda, kafelerde daha çok yaxınlaşıb çəkmədim. Çünki bilirsiniz də, başqa nəsə belə bir değişik, önəmli bir şey yoxdur. Yəni, yemək içməkdir, başqa heç nə. Hədiyyə falan vermirlər. Burada şaxta babadır, qarqız, yəni hamısı. Bunlar da şəkil çəkdirməklə pul yığırlar, yəni pulladır, pulsuz olmaz. Baxın dostlar, burada görürsünüz, soruq əllər istəyirik. Burada digər tərəfidir, yəni biri var, giriş çıxış, iki giriş çıxış yeri var, bir buradandır, bir də qabaqdandır. Çox sağ olun ki dostlar, videolarıma baxırsınız.